Abqora aşı ya pomodor aşı biz Təbrizlilərin məhəlli və pərtərəfdar aşlarındandır ki, bu günlərimə به سبک تبریزی istəyirəm sizlərlə paylaşam. Soğanlarım به صورت نگینی یا خلال دوری yağda qızardım. Sarı çöp, suyun, yarmanın düyüçü qəblən islatmışdıq, artırıb, qarışdırıb, qapağını qoyub qoyacaq kamil pişsin. Yarmanın düyüsü pişəndən sonra qələm suyu ya toyuq suyunu da artırıb, lobyalar ki qəblən pişirmişdik, o da töküb, göyünü də artırıb və qarışdırıb qoyacaq 5-10 dəqiqə qeynəsin. Əgər söylürsünüz aşınızın rəngi qırmızı olsun, rub da vura bilərsiniz. Pomidorlarımızı ki rəndələmişik, duzla ba həm artırıb aşımıza və qarışdırıb, acı biberimizi və abqorasını da artırıb, qarışdırıb